Yəni texnikada bir problem yoxdur, sadəcə texnikanı səliqə ilə işlətmək lazımdır. Texnikanın ürəyini bilmək lazımdır ki, texnika ilə işlər görəsən. Əziz fermerlər, hər birinizi salamlayırıq. Bugün Cəlilabad rayonu Muğan kəndindəyik. Vüsal bəy bizim müştərimizdir. Bizdən Lovol 504 3-cü nəsil texnikasını alıb. Gəlin Vüsal bəyi tanıyaq. Əvvəla xoş gəlibsiz. Xoş gördük. Öz təsərrüfatım üçün özüm götürmüşdüm bunu. Təsərrüfatda bu texnika çox gözəl əlverişli texnikadır həqiqətən. O biri texnikalara baxanda bu mənim üçün çox əlverişlidir. Bu həm də ki, bütün zapsasda tapılan bir şeydir, heç bir çətinliyi də yoxdur. O biri texnikalara nisbətən bu çox gözəldir. Ucuzdur, qiyməti də zapsaslarla əlverişlidir. Təsərrüfat üçün ən gözəl texnikadır. Lovol, yəni incitmə olmaz. Hal-hazırda şum işidir. Bizdə bir dəqiqə hal-hazırda şum işi gedir. Şum işidir, sonra aqreqatla mala vermə işi gedir bir dəqiqə hal-hazırda. Sonra kanal açmadır, kartuşka ilə bağlı kanal açmadır bizdə o işlər gedir. Şükür Allaha bir problemi yoxdur, işlədirik də. Allahın köməyinə də. Sadəcə fikrim böyütə 130 götürmək fikrim var idi. Gördüm buna tələbat çoxdur bizim kənddə həqiqətən. Bu texnikanı üstün gördülər mənim üçün, məsləhət elədilər, götürdüm bunu. İnşallah fikrim var 110 da götürmək. Mayalarını bizim məşinlərimiz başa çatacaq. Çünki onda bizim yəni maddi imkanımız onda biraz yüksək olduğundan İnşallah 110 Lovolla götürmək fikrim var Allahın köməyi ilə. Sizə uğurlar arzu edirik. Çox sağ olun. İnşallah qazancınız bol olsun. Dediyiniz texnikada yaxın zamanda gəlib alasınız. Gəlib sizdən çəkiliş eləyək. İnşallah. Təşəkkür edirik Vüsal bəy. Biz bugün Cəlilabad rayonunda qonaq olduq. Vüsal bəyin qonağı idik. Təşəkkür edirik sizə. Çox sağ olun. Xoş getdiniz. Sizin də sahələrinizdə qonağınız ola bilərik.